Salam, hər vaxtınız xeyir olsun. Biz bugün çevrə mövzusunun izahına baxırıq. 5-8 güvən mövzu çevrə. Müstəvinin verilmiş nöqtəsindən eyni məsafədə yerləşən, bütün nöqtələrindən ibarət olan fiqura çevrə deyilir. Verilən nöqtə, baxın, O nöqtəsi çevrənin mərkəzi adlanır. Çevrənin mərkəzi deyiləndə biz mütləq şəkildə deyilən şərtləri mütləq qeyd eləməliyik şəklin üzərində. Çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləşdirən parçaya radius deyilir. Radius çevrənin mərkəzindən tərəflərə qədər, baxın, bütün bu xətlərin hamısı radius adlanır və çevrədə bütün radiuslar bir-birinə bərabərdir. Tutaq ki, baxın, OA radiusunu 5 verib, onda mən bura bir B yazsam, OB radiusuna da 5 yazıram. Çünki biraz əvvəl dedik ki, çevrədə bütün radiuslar bir-birinə bərabərdir. Çevrənin mərkəzindən keçən və onun iki nöqtəsini birləşdirən parçaya diametr deyilir. Baxın, çevrənin mərkəzindən keçir və onun iki dənə radiusunu birləşdirir. OA radiusu, OB radiusu. Baxın, bunlar R. Ona görə də diametr 2R boydadır. Yəni D bərabərdir 2R. Radiusum məsələn 5 olsa, diametrim 10 olacaq. Diametrim 20 olsa, radiusum 10 olacaq. Çevrənin istənilən iki nöqtəsini birləşdirən parçaya vətər deyilir. Vətər odur ki, istənilən iki nöqtəni götürmüşəm çevrə üzərində. Bir dəqiqə bu. Qələmi biraz kiçildək. Çevrənin istənilən iki nöqtəsini götürmüşəm, düzdürmü? Və onu birləşdirən zaman olur vətər. Məsələn, başqa tərəfdən çəkə bilərik, buradan da. Baxın, bu oldu vətər. Və ya buradan da çəkə bilərik. İstənilən iki nöqtəni birləşdirən parça vətər adlanır. Məsələn, oxuyuruq AB vətəri. Deyir, çevrənin diametri onun ən böyük vətəridir. Bəli, baxın, mərkəzdən də çəksəm, düzdür, iki dənə nöqtəni birləşdirdi. Bu hardan keçdi? Mərkəzdən. Ona görə deyir ki, çevrənin diametri var, o ən böyük vətərdir. Çevrənin diametri onun ən böyük vətəridir. Keçirik növbəti qaydaya. Ən məşhur suallardan, daim qəbullarda olan, buraxılışlarda olan, yəni çox istifadə olunan suallardan biridir. Deyir ki, kəsişən iki vətərin kəsişmə nöqtəsi ilə bölündüyü parçalarının hasilləri bərabərdir. Yəni, əgər deyir, vətərlər kəsişərsə, baxın, biri AB vətəridir, bir də CD vətəridir. Bunlar O nöqtəsində kəsişiblər. Burada O mərkəz deyil, sadəcə olaraq kəsişmə nöqtəsi olaraq qeyd olunub. Vətərlər kəsişən zaman belə bir qayda ortaya çıxır. Deyir, onda A-dan O-ya qədər olan məsafə vurulsun O-dan B-yə qədər olan məsafə, C-dən O-ya qədər olan məsafə vurulsun O-dan D-yə qədər olan məsafə. Yəni, sənə burada parçaları verəcək. Məsələn, biri 2, 3, digəri x, digəri 5. Sən onda yazarsan 2 vurulsun 3 bərabərdir, x vurulsun 5. Bu qaydada. Məsələn, burada bir nümunəyə baxaq. Deyir, AB və CD vətərləri O nöqtəsində kəsişir. Və AO 8, OB3 bütün verilənlər qeyd olunur. İndi burada məsələdə özü üzərində göstərib. Bəzən sözlə verir, sən özün yerləşdirməlisən. Və artıq görürük ki, vətərlər kəsişib və bizim yadımıza qaydamız düşür. AO, yəni 8 vurulsun 3, yəni OB bərabərdir digər vətər. CO, yəni 4 vurulsun, artıq OD-ni bilmirəm, OD. Və buradan OD olur 6. Məsələni həll etdikdən sonra sözünü bir də oxuyuruq. Bizdən nə soruşulur? OD soruşursa, bəli, 6. CD vətərini soruşarsa, onda deyəcəm ki, 4 burada, 6 burada, 10. Sonra, burada çevrə ilə hüdudlanmış müstəvi hissəsi dairə adlanır. Deməli, nə deməkdir? Çevrə ilə dairənin fərqi nədir? Dairə içi doludur. Baxın, bu qaranı görürsünüz, içi dolmuş hissə dairədir. Dairənin içi doludur. Amma çevrə isə, bu xətti görürsünüz, bir dəqiqə bunu qırmızı ilə göstərəcəm. Bu çevrənin xəttini görürsünüz, bu çizilmiş xətt. Elə bir ki, ipdir, bir dənə düşünün. Baxın, bu özü çevrədir. Bu çizdiyim qırmızı xəttin özü çevrədir, amma qara olan, içi dolu olan dairədir. Yəni, çevrə ilə dairənin fərqi budur. Dairənin içi doludur, çevrə isə
çizilmiş bu xəttdir. Düz xəttlə çevrənin qarşılıqlı vəziyyəti. Düz xəttlə çevrə, burada baxın vəziyyətlərə. Deyir ki, düz xəttlə çevrə kəsişmir. Əgər kəsişmirsə, onda sən bu şəkli çəkməlisən. Bir çevrə çəkirik, bir də düz xətt. Həqiqətən də bax, A düz xətti çevrəni kəsmir. Əlbəttə kəsmir. Şəkildən də məlumdur. Düz xətt çevrəyə toxunur. Bir dənə çevrə çəkirik və bir dənə düz xətt. Baxın, toxundu. Və ya buradan da çəkə bilərik belə. Və ya digər tərəfdən. A düz xətti çevrəyə toxundu. Baxın, harda? A nöqtəsində. Çevrəyə toxunan düz xətt toxunma nöqtəsində çəkilmiş radiusa perpendikulyardır. Məşhur qaydalardan biri də budur. Əgər sən, bax, çevrəyə toxunan çəkilibsə, baxın çəkilib. Sən radiusu, yəni mərkəzdən biz, mərkəzi nöqtədən çevrənin istənilən tərəflərinə qədər xətlər çəkəriksə, onlar nə adlanırdı? Radius adlanırdı. Deyir ki, əgər sən bu toxunana radius çəksən, onda radius toxunana perpendikulyar olur. Həmən bu 90-ı burada yazmalısan. Məsələn, tutaq ki, bir çevrəni çəkmişik, düzdür? Toxunanı çəkmişik. Sən buradan əgər radius çəksən, avtomatik olaraq 90-ı burada yerləşdirməlisən. Ona görə ki, radius toxunana perpendikulyardır. Və düz xəttlə çevrə kəsişir. Düz xəttlə çevrə kəsişir deyirsə, onda biz nə etməliyik? Çevrəni çəkirik. Bir dənə də düz xətt çəkirik. Baxın diqqətlə. Görürsünüz? Həqiqətən də düz xəttlə çevrə kəsişirsə, mən bu şəkli çəkməliyəm. Yəni, AB-ni belə də çəkə bilirsən. Fərqi yoxdur. Burada hansı nöqtədə kəsişir? A və B nöqtələrində çevrəni kəsir düz xətt. Baxın. A və B nöqtələrində çevrəni kəsir. İki çevrənin qarşılıqlı vəziyyəti. Deyir ki, çevrələr kəsişmir. Çevrələr kəsişmirsə, onda biz çevrələri bir-birindən uzaqda çəkməliyik. Baxın, həqiqətən aralarında məsafə var, düzdür? Onda deyirik ki, çevrələr kəsişmir. Kəsişmir və çevrələrin biri digərinin daxilində yerləşir. Bax, çevrələr həqiqətən kəsişmir, biri digərinin daxilində yerləşir. Fikir ver, biri digərinin daxilindədir, yəni D daxilindədir, amma həqiqətən bax, kəsişmir, buradan da məlumdur. Konsentrik çevrələr. Konsentrik çevrələr deyir, mərkəzləri eyni olsun, amma radiusları fərqli olsun. Onda biz deyirik ki, bu çevrələr konsentrik çevrələr adlanır. Baxın, konsentrik çevrə deyəndə biz bu şəkili çəkməliyik. Mərkəzləri eynidir, amma radiusları fərqlidir. Baxın, bu balaca R, bu kiçik çevrənin radiusudur. Böyük R, baxın, mərkəzdən tam çevrənin sonuna qədər böyük çevrənin radiusudur. Deyir ki, konsentrik çevrələrin biri digərinin daxilində yerləşir. Bəli. Konsentrik çevrələr arasında qalan isə halqa adlanır. Baxın, bu konsentrik çevrələr arasında qalan isə bunu nəzərdə tutur. Baxın, bu halqanın qalınlığı. Bura, təkərinin qalınlığı fikir verin. Bu qırmızı bizim halqanın qalınlığı adlanır və D ilə işarə olunur. Deyir ki, halqanın qalınlığını tapmaq istəyirsənsə, böyük yerdən kiçik yeri çıxmalısan. Və bu qaydanı yadda saxlayın. Böyük yerdən kiçik yeri çıxırıq. Məsələn, bir nümunəyə baxırıq. Deyir ki, radiusları fərqi 3-ün 5-ə olan iki konsentrik çevrə arasında qalan halqanın qalınlığı 12 cm olarsa, kiçik çevrənin radiusunu tapın. Diqqətlə baxın, şərti yazırsınız. Nisbətlərin verib. Deməli, burada böyük yer 5K-dır, kiçik yer 3K-dır. Onda konsentrik çevrə deyirsə, həmən düsturu yazırsan, D bərabərdir, böyük yer çıxılsın, kiçik yer. Böyük yer burada 5K, kiçik yer 3K və halqanın qalınlığı, yəni D-ni nə verib sənə? 12 verib. Ona görə D-nin yerinə 12 yazırsan, 12 bərabərdir. 5K çıxılsın 3K, yəni 2K, K da oldu 6. K 6 olandan sonra məndən kiçik çevrənin radiusunu istəyir. Kiçik deyəndə cavabı 3-ə vuracam, böyük deyəndə 5-ə vuracam. Şəkildən, yəni məsələnin özündən məlumdur da buradan ki, kiçik deyəndə 3K, böyük deyəndə 5K olur. Çevrələr toxunur. Deyir ki, iki çevrə toxunursa, bu çevrələrin bir ortaq nöqtəsi var. Həqiqətən də, əgər çevrələr toxunursa, deməli, bu çevrələrin bir ortaq nöqtəsi var ki, baxın burada, bax burada.
ortaq nöqtəsi var ki, onlar toxunublar. Əgər çevrələr xaricdən toxunarsa, diqqətli olun burada, xaricdən toxunarsa, sən bu şəkil çəkirsən, bax, bu məlumdur, həm də artıq nəzərində saxlaya bilirsən. Xaricdən toxunanda mən hansı şəkil çəkməliyəm? Məlumdur, xaricdən toxunurlar. Və bizə burada mərkəzlər arasında məsafə soruşulacaq. Mərkəzlər arasında məsafə şəkildən də məlumdur ki, baxın, kiçik çevrənin radiusu, böyük çevrənin radiusu. İndi mən mərkəzlər, baxın, buradan bura qədər məsafəni tapmaq istəyəndə böyük yer ilə kiçik yeri toplayaram, düzdür? Şəkil çəkəndə belə şəkildən görmək olur ki, biz məsafəni tapanda, buradan bura qədər məsafəni tapanda radiusları toplayırıq. Əgər iki çevrə daxildən toxunarsa, çevrələrin mərkəzləri arasında məsafə radiusların fərqinə bərabərdir. Çevrələr əgər daxildən toxunarsa, baxın şəkilə, daxildən toxunur. Onda mən məsafəni soruşanda böyük yerdən kiçik yeri çıxmalıyam. Çünki buradan bura qədər böyük yerdir. Baxın, ümumi böyük çevrənin radiusu. Amma kiçik çevrənin radiusu, baxın, hardan başlayır? Bura. İndi məsafəni tapanda, böyük yerdən balaca yeri çıxsam, onda yerdə mənim məsafəm qalacaq. Çevrələr kəsişir. Əgər iki çevrə kəsişərsə, baxın, şəkildən görə bilirik ki, onlar kəsişirlər. Harada kəsişirlər? Əlbəttə ki, A və B nöqtələrində kəsişirlər. Və iki ortaq nöqtəsi var. Biri A'dır, biri B'dir. Gəldik göz, mərkəzi, bucaq. Çevrənin iki nöqtəsi arasında qalan hissəsinə göz deyilir. Baxın, istənilən iki dənə nöqtəsini görürsünüz burada. Buradan bura qədər olan məsafə nə adlanır? Göz adlanır. Deyir ki, və göz AMB, baxın, belə işarə olunur. İndi istənilən halda, məsələn, burada da bu qövs var. Baxın, bu AMB qövsü, bir də var. Bura bir ad yazaq, tutaq ki, buraya yazaq, N yazaq. Bu qövs də var burada. Bir saniyə. Baxın, AMB qövsü də var, düzdür? Yəni, çevrənin istənilən iki nöqtəsini görürsünüz, qeyd elədim. Burada AMB qövsü də var. Eyni zamanda, qırmızını göstərim, AMB qövsü də var. AMB qövsünə deyirlər minor qövs. Balacadır, kiçik olduğuna görə deyirlər minor. Amma AMB-yə baxın, bu major qövsdür. Minor qövs yazıram bura. Minor kiçikdir. Yəni kiçik qövs deməkdir. Major böyükdür. Böyük. Deməli, AMB nə oldu? Böyük qövs. AMB oldu kiçik. Yəni, major deyəndə biz başa düşürük ki, böyük qövs, minor deyəndə kiçik qövs olur. Təpə nöqtəsi çevrənin mərkəzində olan bucağa mərkəzi bucaq deyilir. Mərkəzi bucaq, təpə nöqtəsi çevrənin mərkəzində olur. Və mərkəzi bucaq, yəni bu AOB, söykəndiyi qövsə bərabərdir. Yəni, mərkəzi bucaq, tutaq ki, 60 dərəcə veribsə, onda mənim bu AB qövsüm də olacaq 60 dərəcə. Mərkəzi bucaq söykəndiyi qövsə, yəni AB qövsünə bərabərdir. Yəni deyirəm, bura 70 dərəcə olsa, onda AB qövsü o da 70 dərəcə olacaq. Və ya AB qövsünü 70 dərəcə verirsə, onda AOB bucağı da 70 olacaq. Çünki onlar bir-birinə bərabərdir. Misal nümunəsinə baxaq. Deməli, AMB qövsü 260 dərəcədir. AMB, deməli, buradan bura qədəri verib mənə 260 dərəcə. Və yadda saxlayaq ki, çevrə özü, çevrə 360 dərəcəli qövsdür. Yəni, o nöqtəsi ətrafında tam bucaq 360 dərəcə olduğuna görə, yəni çevrə 360 dərəcəli qövs olduğuna görə, AMB əgər 260-dırsa, onda AB qövsünün payına nə qədər düşər? 360-dan 260 çıxaram, olar 100 dərəcə. Çevrənin uzunluğu. Çevrənin uzunluğu, deməli, C ilə işarə olunur. C bərabərdir 2 pi r düsturundan istifadə olunur. Burada pi
sabit ədəddir. Pi-nin qiyməti 3,14-dür. Məsələlərdə pi bəzən qiyməti, yəni təqribi qiymətini yerinə yazırıq, bəzən variantda pi kimi qalır, bəzən də mötərizə daxilində göstərir ki, piyə yəni 3 qiyməti verir. Təqribən 3 qiymət. Yəni əgər mötərizə daxilində 3-ü bizdən verirsə, deməli biz pi-nin yerinə 3 yazmalıyıq. Əgər yəni bu onluq kəsilənsə, məlum məsələ biz pi-nin yerinə 3,14 qiymətini yazırıq. Əgər deyilsə, deməli biz pi kimi saxlayırıq cavabı. Deməli, növbəti sonuncu. Məsələn, burada nümunə verib, gəlin nümunə ilə baxaq. Deyir, radiusu 12 olan çevrənin uzunluğunu tapın. Radiusu 12-dirsə, düsturumuzu əvvəlcə yazırıq, 2 pi yeri və r-in yerinə 12 yazırıq, olur 24 pi. Elə mən bunu nəzərdə tuturdum ki, əgər pi-ni burada mötərizə daxilində 3 verərsə, onda mən yazıram 24 vurulsun 3 olacaq 72 təqribən. Və ya 3,14 də yaza bilərik, baxır bizə verilən variant və soruşulan cavab. Bu qədər. Sağ olun.